Günortanız KSC abunəçiləri. 2 gündür Bakı şəhərindəyəm. 28 maydayam hal-hazırda. Bura axıncı dəfə gəldim. 2019-cu il idi. İndi heyvanları olan yerə girəcəm deyəndə Sekkarda baxacağım, görə bildiklərim görəcəm, görə bilmədiklərim görməyəcəm. Baxın görsünüz, nə gözəl yerdir. Qiyməti 5 manat olduğu üçün mənim də bilirsiniz ki, axşam Allah kömək elə saat 5-də 6-da səhər yaxın yola çıxıb Qubaya Qusara gedəcəm. Orada da video çəkib paylaşacağım. Onun üçün pulum yoxdur. Eyvxana aldı yerə gedim. Görürüm. Günortadan bəri mən buradayam. Bəlkə də 1 saatdə artıqdır göldəyəm. Oturub gəlmişəm. Yəni indi vaxtı olub deyir, video çəkirəm. Yorğunam deyə. Danışa bilmirəm. Nəysə. Görürsünüz ne gözəldir. Çox sevirəm Göygölü. Yəni Gəncə şəhəridir, gəzib görmüşəm. Amma məncə qəşəng yerdir. Allah üçün onu da gedib görəcəm. Amma gölü sevirəm. Kısacası gölün olan yerləri, dənizi, suyu, okyanusu çox sevirəm. Həyatı, doğalı. Çok güzel şeyler. Dedim ben Karakara hareketleriyim. Çıkış buradadır. Çıkışla çıkacağım. Karakara'ya gideceğim. Orada ağıl saat oldu. Ona bakacağım. Sonra eve gideceğim. Şuna gel Göygöl'de. Gölü, denizi, ev sesi çok seviyorum. Ben evi sevmem. Vah. Burada gelmiş çok seviyorum. Siz de videomu beğenmeyi, linki paylaşmayı unutmayın. Özünüze yaxşı bakın. Bye bye.